Hörmətli iştirakçılar, əziz gənclər, hamınızı bugünkü Sıfırdan Sərbəst Danışığa adlı ödənişsiz təlimdə səmimi qəlbdən salamlayıram və xoş sözlərinizi diləyirəm. Mən bu təlimin moderatoru olaraq bugünkü görünüşü idarə edəcəyəm və səmərli keçməsində dəstək olacağam. İlk olaraq təlimimizin yeni təlimçisi sizə təqdim etmək istəyirəm. Ələviyyə Oruczadə. O ingilis dili üzrə bilik və təcrübələrini sizlərlə bölüşəcək və sərbəst danışıq bacarıqlarınızı inkişaf etməsinə yardım edəcək. İndi sözü təlimçi Ələviyyə xanıma verirəm. Buyurun.
Uşaqlar, texniki problem olduğuna görə təlim gec başlayacaq, amma birazdan indi başlayacaq. Təlimçi də birazdan qatılacaq bura. Təlimlə barədə bir dənə məlumat verə bilərsinizsə, zəhmət olmasa? Neçə dəqiqəyə başlayar bilmirsən? Hörmətli iştirakçılar, əziz gənclər, hamınızı bugünkü Sıfırdan Sərbəst Danışığa adlı ödənişsiz təlimdə səmimi qəlbdən salamlayıram və xoş gəlmisiniz deyirəm. Mən bu təlimin moderatoru olaraq bugünkü görüşü idarə edəcəyəm və sizlərlə birlikdə prosesin səmərəli keçməsinə dəstək olacağam. İlk olaraq təlimimizin yeni təlimçisi sizə təqdim istəyirəm. Əlavə Oruczadə.
O ingilis dili üzrə bilik və təcrübələrini sizinlə bölüşəcək və sərbəst danışıq bacarıqlarınızın inkişaf etməsinə yardım edəcək. İndi sözü təlimçimiz Ələviyyə xanıma verirəm. Buyurun. Tamam. Çox sağ olun təqdimat üçün. Mən birini dəqiqləşdirim. Mənim səsim rahat eşidilirmi hamı tərəfindən? Bəli, bəli, səsiniz gəlir. Əla. Tak, ekranı da paylaşım. Ekranım görünürmü? Məncə görünür artıq çünki paylaşdım. Görünür. Əla. Tamam, əla. Təşəkkür edirəm. Deməli, başlamamışdan öncə mən birinci özüm haqqında qısaca bir məlumat vermək istəyirəm. Kiməm, nə işlə məşğulam. Adım Ələviyyədir, Ələviyyə Oruczadə. Artıq 6 ilə yaxındır ki, demək olar, gənclərlə çalışıram, məktəblilərlə çalışıram, müxtəlif məktəblərlə çalışıram. Əsas fəaliyyətim təhsil layihələri ilə işləməkdir. Təhsil, şəxsi inkişaf, belə deyim, sosial layihələr. Bundan yanaşı həm də ingilis dili müəllimi olaraq fəaliyyət göstərirəm. Çünki bakalavr təhsilim həm də ingilis dili müəllimliyi idi. Ümumən belə. İndi mən sizi tanımaq istəyirəm. Deməli, biz burada 25 nəfərik. Öyrənmək istədiyim nədir? Sizin yaşınız bu kursun üstü ola bilər. Məsəl üçün, universitetin 3-cü kursu və yaxud da nə bilim 11-ci sinif şagirdi və s. Niyə ingilis dilini öyrənmək istəyirsiniz? Ümumən niyə buradasınız və ingilis dili biliyiniz hansı səviyyədədir? Chat bölməsində yaza bilərsiniz, mən oxuyacağam. İngilis dilini təkmilləşdirmək, yeni biliklər əldə etmək. İngilis dilini niyə təkmilləşdirmək istəyirsiniz? Bu ola bilər təhsil üçün, ola bilər sadəcə xaricə səyahət eləmək istəyirsiniz. Bir yaşım var. Universitetdə çalışmağa o zaman bu ildən başlamışsınız. Universitet müəllimisiz. Karyeram üçün. Okey, tamam. Öncesini... Tamam, problem değil. Okey. Yaxşı, bəs ingilis dilini öyrənməkdə hər hansı bir çətinlik yaşayırsınızmı? Bunu soruşum. Siz yazana qədər mən qısaca danışım bu mövzuyla bağlı. İngilis dilini öyrənməkdə bir çox insan çətinlik yaşayır. Bunun da bəzi səbəbləri var əslində. Məsələ nədən ibarətdir? Məsələ odur ki, insanların öyrənmə tipləri fərqlidir və insanlar bunun adətən fərqində olmurlar. Öyrənmə tipləri ilə bağlı birazdan danışacağıq. Amma müəyyən məlumatınız varsa yazmağınızı da xahiş edəcəm ki, öyrənmə tipi nədir? Öyrənmə tipi deyəndə ağlınıza nə gəlir? Daha sonra məqsəd doğru qoyulmur. Məsəl üçün, deyirsiniz ki, okey, mən ingilis dilimi təkmilləşdirmək istəyirəm. Bu yaxşı bir şeydir. Amma niyə təkmilləşdirmək istəyirsiniz? Yəni, niyənizi bilməyəndə siz zaten başladıqdan sonra yarıda qoyacaqsınız. Tamam, məsəl üçün, sizin planınız əgər gedib hansı bir Avropa ölkəsinə səyahət eləməkdirsə, sizin ehtiyacınız yoxdur ki, IELTS səviyyəsində oturub ingilis dilini öyrənəsiniz. Yaxud da sizin ehtiyacınız yoxdur ki, akademik sözləri öyrənəsiniz. Siz gündəlik danışıq ingilis dilini öyrənsəz, sizə daha faydalı olar. Karyeranızı inkişaf etdirmək istəyirsinizsə, biznes ingilis dilinə yönələ bilərsiniz.
Sizin üçün burada meyllər faydalı ola bilər. Əgər mütəmadi olaraq xarici insanlarla çalışırsınızsa və yaxud da beynəlxalq şirkətlərlə çalışırsınızsa. Tamam, onun üçün məqsəd qoyulması önəmlidir. Davamlılıq yoxdur və psixoloji faktorlar ola bilər. Davamlılıq yoxdur deyəndə, məsələn, dərslərə başlayırsınız, bir ay başladınız, bir ay yarım başladınız. Artıq bundan sonra başlayırsınız ki, ayda mən işdən gec çıxdım, bu gün dərsi ləğv eləyək. Mən nə bilim, bu gün qoşulmağım alınmır, ləğv eləyək. Belə proses uzanır. Və yaxud da 2 aydan sonra başlayırsınız yarım qoymağa. Zaten 2 ayın tamamında siz müəyyən bir irəliləyiş əldə edə bilirsiniz, düzdür. Amma burada məsələ tək sizin o gedib 1 saatlıq, 1 saat yarımlıq dərsdə öyrəndiyiniz deyil. Siz mütəmadi özünüz məşğul olmadığınız təqdirdə zaten o davamlılığı qoruya bilməyəcəksiniz. Davamlılığı qoruya bilmədiyiniz üçün də müəyyən bir effekt almayacaqsınız. Yəni tamam, 1 saatlıq dərsdə müəllim sizə istiqaməti verir, müəllim sizinlə əsas olan bazanı bölüşür, amma gərək olan budur ki, siz mütəmadi olaraq o dilə özünüzü məruz qoyasınız. Daha sonra psixoloji faktorlar dedik. Bu nə ola bilər? Məsəl üçün, utanmaq ola bilər, özünə inamsızlıq ola bilər, çəkinmək ola bilər, özgüvənsizlik ola bilər. Siz ola bilər ki, düşünürsünüz ki, tamam, mənim tələffüzüm yaxşı deyil, mən çox söz bilmirəm, mən qrammatikanı bilmirəm, mən danışa bilməyəcəm. Amma bu sadəcə özünüzü aldatmaqdır müəyyən bir dərəcədə. Sizin ingiliscə danışmağınız üçün çətin sözləri bilməyinizə ehtiyac yoxdur. Yəni, asan sözlərlə siz zaten rahat bir şəkildə ingiliscə danışa bilərsiniz. Biz dərslərdə adətən tələbələrimlə nə edirik? Məsələn, bir cümlə qurmağa başlayırlar. Baxırsan ki, cümlə okey, uzun bir cümlədir. Amma o uzun cümləni qısalda bilərlər də. 2 dənə, məsəl üçün, qısa bir cümlə halında onu qurub ifadə edə bilərlər. Günün sonunda mənası dəyişirmi? Məna dəyişmir. Ancaq əgər bu insanın sadəcə məqsədi səyahət eləməkdirsə, bu insan hələ ki başlanğıc səviyyədədirsə, onun ehtiyacı yoxdur çətin sözlərdən istifadə eləyərək həmin dildə özünü ifadə eləsin. O qısa cümlələri qoyduğu təqdirdə belə olan o inkişafı hiss eləyəcəkdir və yaxud da fərqi hiss eləyəcək. Beləliklə də yavaş-yavaş özgüvəni artmağa başlayır. Özgüvəni artdıqca da dillə bağlı qorxuları belə deyim, artıq bitmiş olur. Okey, çata baxım. Okey, danışan başa düşürsünüz, danışıqda çətinlik çəkirsiniz. Okey. Ola bilər ki, o zaman mütəmadi olaraq özünüzü o dilə məruz qoymursunuz. Bu da bir səbəb ola bilər. Və yaxud da başqa faktorlar ola bilər. Sadəcə bir dəqiqə. Mənim ekranım mənim belə elədim yoxsa. Dəqiqə. Yəni mən ekranı bir dənə dayandırım, yenidən paylaşım eləyim. Ekranım görünür sizdə, hə? Bir dəqiqə. Okey. Rahat görə bilirsiniz ekranımı? Bəli. Tamam. Bayaqları deməli sizdən danışdıq öyrənmə tipləri ilə bağlı. Öyrənmə tipləri ilə bağlı hər hansısa bir məlumatınız varmı və yaxud da bu şəkillər sizdə nə canlandırır ağlınızda? Yəni nə ola bilər vark? Vark deyiləndə nə gəlir ağlınıza? Axşamınız xeyir. Burada mən
çağrıştıran şəkillərin içindən diqqətimi vizual çəkir. Düşünürəm ki, məsələn, sadəcə deyirlər ki, bizə elə uşaqlıqda cizgi filmlərə baxıb öyrənənlər də var. Mən düşünürəm ki, bu vizual öyrənmə yöntəmi deyim. Elə bundan irəli gəlir. Məsəl üçün, orada danışıqda istifadə olunan sözlər fiziki olaraq da göstərilir. Məsəl üçün, kimsə ağlayanda ya da özünü pis hiss eləyəndə biz görürük ki, o ağlayır və həmin emosiyaları ifadə edir. Və yaxud da ki, hər hansı bir əşyanı göstərir. Deyir ki, necə olub, bəyəndinmi ya da düzəltdiyin bir işi. Eyni zamanda burada audio olaraq da bunu eşidirik və sözlərin tələffüzü, hər kəsin tələffüzü fərqli olur. O cizgi filmi səsləndirən insanların və hər cür tələffüzdən də söz eşitdiyimiz üçün məncə danışıqda bunu anlamaq da bizə rahatlaşdırır. Sonra Bizdə burada demək olar. bəli. Buyurun. Daha sonra reading və writing bölməsi var. Reading və writing bu daha çox özümüzün danışmağı üçün, əsasən də burada reading olaraq, yəni özümüz öz səsimizə aşina oluruq. Yəni özümüz hansı sözlər necə dediyimizi artıq bilirik və yaxud da ki, səhv tələffüz edib etmədiyimizi də buradan öyrənə bilirik. Writing də həmçinin bu vizualizasiya olunur. Həm yazıb, həm oxuduqca. Burada bir dənə bu kinetik bölməsini anlaya bilmədim. Kinesthetik. Okey, tamamdır. Əslində demək olar ki, yaxınlaşdınız. Dediklərinizlə müəyyən qədər əlaqəsi var. Bu vark öyrənmə stili bizə nə deyir? Bu onu ifadə edir ki, hər bir insanın özünün fərqli öyrənmə tipi var. Məsəl üçün, bəzi insanlar deyir ki, məsələn, evə tapşırıq verib müəllim, deyib ki, get X bir mətni öyrən, gəl. Tamam, bu insan nə kitab üzü açır, nə bilim, araşdırma eləyir. Amma daha doğrusu mən çəkdiyim misal audiala daha aid olacaqdır. Nə kitab üzü açır, nə bilim bir araşdırma eləyir. Amma gəlir dərsdə müəllim nə deyibsə, eynisini adam qaytarır ona. Eynisini təkrar eləyir. Bu onu göstərir ki, bu adamın dinləmə qabiliyyəti daha yaxşıdır. Tamam, o insan nə etməlidir? O insan mütəmadi olaraq listeninglərimi eləməlidir və yaxud da kitab oxumaq əvəzinə gedib o kitabları səsli olaraq dinləyə bilər. Bu istənilən bir sahə üçün keçərlidir. Yəni sırf ingilis dilində olmalı olan bir şey deyil. Bütün sahələrdə bu insan bunu yoxlamalıdır. Yəni bu o demək deyil ki, bu insan heç vaxt reading eləməməlidir və yaxud da bu insan heç vaxt gedib writing eləməməlidir. Sadəcə biz bilirik ki, bu insanın öyrənmə tipi səsli formadadır. Yəni bu insan eşidərək öyrənir. Onun üçün dərslərimizdə biz listeninglərəmi, videolarəmi daha üstünlük verməliyik ki, okey, bu insan ən azından danışılanı və yaxud da oxuduğunu yadında saxlamasa belə eşitdiyini yadında saxlayacaqdır. Və bu model bizə ingilis dili, yenə deyirəm, ingilis dili ola bilər və yaxud da digər istənilən bir sahə ola bilər. Həmin sahədə biliklərini təkmilləşdirilməsinə dəstək olacaqdır. Bunu hər yerdə yoxlaya bilərsiniz. Məsələn, vizual insanlar necədir? Vizual insanlar xəritələrlə işləməlidir, qrafiklərlə işləməlidir. Onlar üçün posterlər mütləqdir. Yəni, siz əgər vizual öyrənən bir şəxsinizsə, sizin üçün yaxşı olar ki, oxuduğunuzu sistemləşdirə biləsiniz. Məsələn, bəzi insanlar var. Oxuduğu hər sətri fərqli rənglə mürəkləyir və yaxud da mənim məktəbdə bir sinif yoldaşım vardı, dəftərinə baxırdınız, çox səliqəli, hətta riyaziyyat fənnini belə çox sistematik, çox səliqəli, nə bilim, mövzunun adı çəhrayı qələmlə, rəqəmlər yaşılı qələmlə və s. bu formadaydı. Bu onu göstərir ki, bu adam vizual öyrənir və onun diqqətini bu çəkir. O, məsələn, kodlaşdıracaq da artıq beynində və yaxud da ola bilər mövzunu tam xatırlamasın, amma deyəcək ki, coğrafiya fənnindən, məsəl üçün, filan səhifədə sağda, yuxarıda filan şəkil var idi. O şəkil çay idi. Okey, demək ki, bu mövzuda çaydan danışılır. Bu formada yadında saxlayacaq. Audial dediyimiz kimi eşidərək öyrənir. Bu insan dərsləri dinləməlidir. Bu insana mütəmadi müzakirə aparmalısınız. Speakingi mütəmadi onunla eləməlisiniz. Səsli materiallardan daha çox istifadə etməlisiniz. Bu filmlər ola bilər, cizgi filmlər ola bilər. Məsələn, bəzi insanlar var, bayaq dediniz ki, o insan sadəcə cizgi filmə baxaraq öyrənir. Məsələn, mənim atam düzdür, Sovet
dövründə yaşayıblar. Amma ə, o rus dilini sadəcə cizgi filmlərdən öyrənib və yaxud da nə bilim büdcədə kimlənsə danışaraq öyrənib. Ə, Anam məsəl üçün o da həmin dövrlərdə böyüyüb, amma anamın rus dilisi yoxdur. Niyə? Çünki o rus dilindən atam qədər kimlənsə ünsiyyətdə olmurdu və yaxud da televizora baxmırdı və s. Tamam, burada nəyi göstərir bu? Bir filmə və yaxud da cizgi filmə oturub xarici dildə baxmaq da müəyyən dərəcədə bizim dilimizin inkişafına müəyyən bir təkan verir. Sən ən asan türk dilini necə öyrəndiyinizi sadəcə izləyin. Türk dilini necə öyrənmisiniz? Kinolara baxaraq. Türk dilində danışığınız niyə yaxşıdır? Çünki dostlarınızla müəyyən dərəcədə türk dilində danışırsınız. Hətta indi balaca şagirdlər deyək də, hamısı türk dilində danışır. Çünki həm türk filmlərinə, cizgi filmlərinə baxıram da öz aralarında ünsiyyəti artıq bu formada qururlar. Daha sonra gəlir reading and writing. Burada məsələ nədir? Burada bu insanlar oxuyub yazaraq öyrənir. Məsəl üçün bir materialları var, olsun qrammatika. Bu insan qrammatikanı birinci gedir oxuyur. Tamam, zamanlar mövzusu məsəl üçün getdi oxudu, müəllimin verdiyi konspektlərlə oxudu. Ondan sonra o həmin qeydlərdən bir də özü üçün qeyd çıxartmalıdır ki, onun yadında daha yaxşı qalsın. Məsələn, mən adətən belə eləyirəm. Həm vizuallaşdırıram, həm yazıram. Oxuduğumu yazıram. Bu mənim daha yaxşı yadımda qalmağına dəstək olur. Bu insanlar mütəmadi olaraq qeydlər aparmalıdır, siyahılar tərtib eləməlidir, to-do listlərdən çox istifadə eləməlidir. Yəni, bu insan yazılı tapşırıqlarla daha yaxşı öyrənəcək. Yaxşı olar ki, ona mütəmadi writing tapşırıqları verəsiniz və yaxud da testlər verəsiniz. Məsələn, vizuallarda da eynisini edə bilərsiniz, amma vizual insanlarda nə yaxşı olar? Məsələn, 6 dənə, 5 dənə hansısa yeni sözlə bağlı şəkil göstərin. Həmin şəkillə əsasən sözləri tapmasını istəyin. O insan onu daha yaxşı eləyəcəkdir. Və gəldik kinestetik. Kinestetik öyrənmə nədir? Bu insan artıq praktika ilə öyrənir və yaxud da toxunaraq öyrənir. Bu insanlar nə etməlidir? Əlləmi işləməlidir, hərəkətmi etməlidir. Necə? Bu insanlar üçün siz simulyasiyalar hazırlaya bilərsiniz. Yəni, onlara imkan verməlisiniz ki, öyrəndiyini praktika eləsinlər. Tutalım, keçmisiniz yenə hansısa sözlərlə bağlı. Məsəl üçün, topikiniz olsun travel. Travel-a aid insana sözlər vermişsiniz. O insan o sözləri öyrənib, tamam. Bir səhnəcik qurub. İmkan verin ki, o insan onu təcrübə eləyə bilsin. Bir qrupda mı və yaxud da qrup işi ola bilər. O insan onu təcrübə eləsin. Həmin o səhnəcikdə ola bilər və yaxud da digər bir fəaliyyətlərdə onu tətbiq eləyə bilsin və yaxud da kartlar hazırlaya bilərsiniz. Nə bilim, təyyarə şəkilləri ola bilər. Sonra nə ola bilər travel-da? Hansı ölkə şəkilləri ola bilər və yaxud da onun o səyahət olduğunu çamadanlar ola bilər. Belə şəkillər verə bilərsiniz. Onu müəyyən dərəcədə o özü üçün qruplaşdıracaq, ona toxunacaq, onu praktika eləyəcək. Bu sayədə daha yaxşı öyrənəcəkdir. Bu hissədə qaranlıq qalan nəsə varmı və yaxud da sizin öyrənmə tipləriniz hansılardır? Deyirsiniz üçün sual yoxdur. Sual iki halda olmur. Ya insanlar çox yaxşı başa düşür, ya da heç nə başa düşmürlər. Okay. Tak, smart nədir? Biz bayaq dedik ki, biz müəyyən bir məqsəd qoymalıyıq xarici dili öyrəndiyimiz zaman. Vizual və yaxud da notlarla. Okay. Deməli, dedik, məqsəd qoymalıyıq. Məqsədi amma necə qoyacağıq, əsas məsələ ondan ibarətdir.
Ümumiyyətlə smart deyəndə ağlınıza nə gəlir? Tamam, okey. Smart ağıllı deməkdir. Smart telefon ola bilər. Smart nə bilim saat ola bilər. Bəs məqsəd necə smart ola bilər? Yes, smart öyrənmə texnikası. Öyrənmədən çox məqsəd qoymaq üçün istifadə etdiyimiz bir texnika, bir alətdir. Kinestetik toxunaraq oldu, təcrübə ilə oldu, simulyasiyalarla oldu. Amma o insan onu praktika eləməlidir. Əslində smart texnikasını bir çox yerdə istifadə edə bilərsiniz. Məsəl üçün, karyera seçimində edə bilərsiniz ki, mənim həm də mentilərim var. 11-ci sinifdilər və onlardan müəyyən bir karyera seçimə başlamalıyıq və s. Onlar və yaxud da özlərini tanıma mövzularını işləyirik. Orada da yenə smart texnikasından istifadə edirik. Çünki smart o insana məqsədini daha konkretləşdirmək üçün bir fürsət verir, bir şərait yaradır. Nədir smart? Məqsədiniz spesifik olmalıdır, ölçülə bilən olmalıdır, əl çatan olmalıdır, uyğun olmalıdır və vaxta uyğun olmalıdır. Smart bütün bu sözlərin baş hərflərini ifadə edir. Yəni necə? Məqsədiniz ölçülə bilən olması üçün orada mütləq şəkildə bir rəqəm olmalıdır. Məsələn, siz deyirsiniz ki, mən ingilis dilini öyrənmək istəyirəm. Tamam, əla. Sual yaranır. İngilis dilini niyə öyrənmək istəyirsən? İngilis dilini öyrənmək üçün hal-hazırda vaxtın varmı? Nə qədər vaxtın var? Nə qədər müddətə öyrənəcəksən? Məsələn, siz ola bilər 9-dan 6 iş rejimindəsiniz. Tamam. 6-dan sonra dərslərə qoşulmaq olurmu? Olur. Bu müddətdə, iş müddətində müəyyən dərəcə listeninglərmi eləyə bilirsiniz? Vaxtınız varmı? Var. Podkastlar dinləyə bilirsinizmi? Hə. Amma bəzi sən, mənim və yaxud internetim getdi. Hər şey görünür də sizdə. Görünmür. Okey. İndi görünməlidir. Görünür, bəli. Okey, əla. Deməli, məqsədlərdən danışırdıq. Baxın, məsələn, deyirik ki, bir insan gedib hansısa bir xarici dil öyrənmək istəyir və 9-dan 6-ya bu insan iş rejimindədir. Ola bilər ki, o axşam saatlarında dərslərə qoşula bilir. Məsələn, mənim belə tələbələrim var. Səhərlər vaxtı olmur, axşam saatlarında dərslərə qoşulur. Saat 7-dəmi, 9-damı, 10-damı. Amma bəzi insanlar da var ki, bunun üçün ümumiyyətlə vaxtı yoxdur və yaxud da gün ərzində podkast dinləyə bilər, hansısa bir musiqi dinləyə bilər ki, onun müəyyən dərəcədə listeningi inkişaf eləsin. Amma bəzi insanlar ola bilər ki, onların ümumiyyətlə vaxtları olmur. Bu hansı halda ola bilər? Ya körpə uşaqları mı var və yaxud da əlavə ikinci bir işləri mi var və yaxud da ağır iş rejimində mi çalışırlar? Tamam, bu insan başlaya bilər ingilis dili öyrənməyə və yaxud da niyyəti ola bilər. Amma o insan artıq planını o qədər dəqiq qurmalıdır ki, buna zaman ayıra bilsin. Baxın, məsələn, bu insanın əgər vaxtı uyğun deyilsə, istəsə də onu öyrənməyə zaman ayıra bilmir. Və o dərslərə başlasa da müəyyən etapdan sonra yarım qoyur və sonra başlayır ki, mən ingilis dilini bilmirəm və yaxud da mən alman dilini bilmirəm. Amma bu insan nə etməlidir? Birinci məqsədini spesifikləşdirməlidir. Məsələn, mən niyə ingilis dilini öyrənmək istəyirəm? Çünki karyeramı inkişaf etdirmək istəyirəm. Çünki səyahət eləmək istəyirəm. Sadəcə elə-belə marağı öyrənirəm və yaxud da istəyirəm, xarici filmlər çox maraqlıdır. Xarici filmlərə öz dillərində baxım, nə bilim, kitablar o dildə oxuyum. Və yaxud da ola bilər desin ki, mən İtaliyaya köçmək istəyirəm, nə bilim, mən Almaniyada gedib
ingilis dilində X bir təhsil almaq istəyirəm. Tamam. Bu akademik tərəfdən öyrənən insandan, səyahət üçün öyrənən insanın ingilis dilində öyrənməli olduğu mövzular eyni deyil. Ona görə onlar birinci olaraq məqsədlərini spesifikləşdirməlidir. Sonra o insanlar bunu həm əlçatan eləyir, həm uyğun eləyir, belə deyim də, bir baxıma ölçülə bilən eləyir. Necə? Məsələn, okey, mən götürək İngiltərədə təhsil idarə olunması ixtisası üzrə təhsil almaq istəyirəm. Və yaxud da ingilis ədəbiyyatı üzrə təhsil almaq istəyirəm. Tamam, almaq istəyir. Bu insan nə etməlidir? Məqsədini spesifikləşdirdimi? Spesifikləşdirməlidir. Spesifikləşdirdim. Nəyi yoxlayır? Ölçülə bilənliyini və əlçatanlığını. Bu xəyal onun üçün əlçatandırmı? Əlçatan olması nə deməkdir? Məsəl üçün, bu insanın backgroundu uyğun olmalıdır. Bu insanın, deməli, göstəriciləri uyğun olmalıdır. Təqaüdə müraciət eləməlidir və s. Məsələn, bu insan baxır ki, tamam, mən təqaüdün vaxtını qaçırtmamışam ki, mənim nə qədər müddətim var. Bunları müəyyənləşdirir, sonra başlayır artıq onu ölçülə bilən eləməyə. Məsələn, nə etməlidir? Başlamalıdır, IELTS hazırlaşmalıdır. IELTS-dən artıq hədəfini konkretləşdirməlidir. Məsəl üçün, onun istədiyi universitet əgər 7.5 IELTS-i qəbul edirsə, bu insanın hədəfi o olmamalıdır ki, 6 alım bəsimdir və yaxud da nə olar. Yəni, bu insanın qoyduğu məqsəd daha ölçülə bilən olmalıdır. Konkretləşdirir planını. Ondan sonra artıq planını qurmağa başlayır ki, tamam, mən bunun üçün necə bir proqram qurmalıyam. Həftədə 3 dəfə atıram X mövzusu ilə bağlı və yaxud da bu mövzuyla bağlı reading eləyəcəm və yaxud da mən B1 səviyyəsində 200 dənə söz öyrənəcəm. Yəni, öyrənəcəyi sözü və yaxud da hazırlaşacağı materialları, mövzuları hamısını artıq yazılı formada yazır ki, o insanda günün sonunda yoxlaya bilsin ki, mən bunu bacardım yoxsa bacarmadım. Bir var, tamam, insan deyir, mən IELTS-dən 7-5 toplamaq istəyirəm. Bir insanda var ki, deyir ki, tamam, mən 6 ayda bunu eləmək istəyirəm. Və yaxud da bir insan var, sadəcə 3 aydan sonra İtaliyaya tətilə gedəcək. Deyir ki, mənə lazımdır ki, mən 500 dənə gündəlik danışılacaq sözü bilim, gedim orada özümü ifadə eləyə bilim. Yəni, məqsədini həm spesifikləşdirir, həm ölçülə bilən eləyir ki, orada bizim üçün rəqəm çox önəmlidir. Əl çata bilən eləyir, əl çata biləndir. Çünki 3 aydan sonra götürsək yay tətilidir, yay tətilində bu insan məzuniyyətə çıxa bilir. Real bir məqsəddir. Relevantla eyni formada uyğundur. Yəni, baxır ki, bu insan digər bir məsələyə, məsələn, büdcəsi uyğundurmu, bunun üçün onun yetəri qədər resursu və yaxud da zamanı varmı? İtaliyaya səyahət eləmək istəyirəm, hə. Bütün planımı qurmuşam, amma ola bilər ki, bu mənim üçün uyğun deyil. Tamam, mən 3 ay sonra səyahət eləmək istəyirəm, amma əgər mən işləyirəmsə, mənim məzuniyyətim olmaya bilər. Və yaxud da elə bir hadisə baş verə bilər ki, o insanın 3 ay sonra ölkədən çıxması real olmasın və s. Yəni, onun üçün uyğunluğunu yoxlayır və yaxud da ola bilər insanın ümumiyyətlə gün ərzində sadəcə 1 saat vaxtı var buna zaman ayırması üçün. Və bu yerdə yenə də time məsələsi gəlir. O insan zamanını buna uyğunlaşdırır. İngilis dilində önəmli olan nədir? Mütəmadi olaraq siz listening eləməlisiniz. Okey, ola bilər ki, siz başa düşmürsünüz heç nəyi. Bir film açmısınız, bir musiqi açmısınız, başa düşmürsünüz. Amma onu artıq bir neçə dəfə dinlədikdən sonra zaten qulaq ona öyrəşmiş olur. Və birinci dəfə həmin musiqini atıram, X musiqini dinləyəndə siz heç nə başa düşmürsünüzsə, 5-ci dəfə dinlədikdə o musiqidə müəyyən sözlərin artıq tələffüzünü tutmuş olacaqsınız. Onun üçün mütəmadi olaraq özünüzü dilə məruz buraxmaq çox önəmlidir. Və smart texnikası ilə bağlı bu qədər. Burada hər hansısa bir qaranlıq qalan və yaxud da bir sualınız varsa, onları cavablayaram. Digər bir məsələ davamlılığın qorunmasıdır.
davamlılığımızı bəs necə qoruyuruq? Davamlılığı qorumağımız üçün dediyim kimi konkret məqsəd seçirik. Məqsədimizi seçdik, sonra onu smartlaşdırırıq. Öyrənmə tipimizi müəyyən elədik. Biz məsələn müəyyən elədik ki, biz vizual öyrənmə tipinə aidik. O zaman bizim üçün yaxşı olar ki, bütün materialları çap edib əlimizin altında saxlayaq. Məsələn, ola bilər ki, siz hansısa bir sözü öyrənməyə çalışırsınız. Tamam. Bu söz çətindir. Siz onu nə edə bilərsiniz? Kartlar formasında məsələn bəzi sözlər var, siz onun sadəcə şəkillərini gördüyünüz təqdirdə yadınızda saxlaya bilərsiniz daha çox və yaxud da kartlarla yadınızda saxlaya bilərsiniz. Necə kartlar ola bilər? Məsələn, uşaqlar üçün adətən olur oyun kartlarımı deyim və s. Məsəl üçün, pişik kartda pişik şəklidir, altında yazır işte cat, nə bilim, it şəkildə altına yazır dog. Ola bilər siz eşidəndə yadınızda qalmır və siz vizualsız, okey, onu müəyyən kartlar formasında hazırlaya bilərsiniz və yaxud da öyrəndiyinizi rəhləyə bilərsiniz, kodlaşdıra bilərsiniz özünüz üçün. Dinləməniz yaxşıdırsa mütəmadi olaraq musiqi dinləyə bilərsiniz və s. Bunu müəyyən etdikdən sonra proqramı qurmaq daha rahatdır. İngiliscəni həyat tərzinizə çevirirsiniz. Həmişə dediyim bir nümunə, ola bilər ki, sizin ailənizdə ingiliscəni bilən yoxdur, amma siz başlamısınız ingiliscəni öyrənməyə. Bu halda nə edirsiniz? Məsəl üçün, anamızdan çay istəyəcəksiniz və yaxud da nə bilim, bacınıza deyəcəksiniz ki, mənə su gətir. Okay. Ola bilər ki, o çayın tea olduğunu bilməsin. Amma siz ondan istəyəndə deyirsiniz ki, okey, mənə tea ver. Tamam. Burada illa ki, bütün cümləni ingiliscə qurmanız vacib deyil. Amma yeni öyrəndiyiniz bir sözü ingiliscə istifadə etməniz sizin üçün daha plus olacaq. Çünki o sizin istifadə etdiyiniz üçün yaddaşınızda daha yaxşı qalacaq. Və yaxud da arxa fonda mütəmadi podkastlar dinləyə bilərsiniz, musiqilər dinləyə bilərsiniz. Podkastı dinləyəndə ola bilər başa düşmədiyiniz üçün sizi ruhdan salsın. Amma musiqi dinləmək ən azından daha belə modunuzu yüksəldə biləcək bir şeydir. İngiliscəni həyat tərzinizə çevirirsiniz. Yaxud da ingiliscəni bilən rəfiqələriniz varsa, mesajlaşanda ingiliscində bunu eləyə bilərsiniz. Və yaxud da dediyim kimi, illa ki, bütün cümləni ingiliscə qurmanız vacib deyildir. Orada yeni öyrəndiyiniz sözləri istifadə etsəz də kifayətdir ki, bu sizin gündəlik danışığınızda olsun. Və yaxud da nə edə bilərsiniz? Yenə balaca kartlar hazırlayırsınız. Atıram hansısa qələm sözü sizin yadınızdan çıxır. Qələmin üstünə götürürsünüz, pen yazılı bir vərəq yapışdırırsınız və yaxud da divarlara yapışdırırsınız. Yəni, mütəmadi olaraq göz onu görsün və yadında saxlasın və təkrar edə bilsin. Daha sonra rutin yaradırıq, progresimizi ölçürük və sonunda özümüzü mükafatlandırırıq. Özünü mükafatlandırmaq əslində ən önəmli faktorlardan biridir. Progresinizi necə ölçürsünüz? Birinci, progresinizi ölçmək üçün siz onu rəqəmləşdirməlisiniz yenə də. Tamam, özünüzə gündəlik olaraq qısa hədəflər qoya bilərsiniz. Məsələn, bugün ingiliscədən bir səhifə kitab oxuyacağam. Oxudunuz, tamam. Bunun to-do list kimi hazırlamışsa, qabağına bir dənə tik qoyursunuz. Və deyirsiniz ki, məsələn, bu kitabı bitirəndən sonra özümə gedəcəm, nə bilim, Addictonu sevirəm, Addicto alacağam. Və yaxud da, nə bilim, baxmaq istədiyiniz bir film varsa, onu özünüzə hədiyyə eləyəcəksiniz. Bunu eləmək sizə müəyyən bir həzz verəcəkdir və özünüzü həm təqdir eləmiş olursunuz, həm də nailiyyətinizi artıq gördüyünüz üçün özünüzü mükafatlandırırsınız. Bir baxma, bu sizin dildən nifrət etməyinizə deyil də dili sevməyinizə gətirib çıxardır. Həm də özünüzü bir yarışa, bir challenge-a soxursunuz ki, okey, qoy mən bunu eləyim, mən bunu elədikdən sonra bunu özümə hədiyyə eləyəcəm. Yolun yarısında gedim, okey, onsa könlüm bunu istəyir almaq kimi deyil də, prosesi tamamlayın. Bir həftə ola bilər, nə bilim, bir ay ola bilər. Bu baxır özünüzü nə dərəcədə challenge-a salmağı sevməyinizə. Bunu tamamlayın, ondan sonra özünüzü mükafatlandırın. Blogerlərə baxmaq faydalı olur, amma baxır YouTube-da necə videolara baxırsınız. Yəni, məsələn, lifestyle tərzli videolara baxırsınızsa, təbii ki.
Tak, bu nədir? Bunun istəsəz ümumi şəklində çəkə bilərsiniz. Bir dilə ayıracağınız zaman. Və məsələn, tələbə başlayır hazırlığa. Gəlir soruşur ki, mən 3 ay sonra ingiliscə danışa bilərəmmi? Mən bir aydan sonra nə bilim, B1 səviyyəsində ola bilərəmmi? Biz də onun qarşısına bu cədvəli qoyuruq ki, əgər sən beginnersənsə, nə bilim, sən başlamısansa, nə bilim də işte B2-dən və s. Sən bu saatlar qədər həmin dilə özünü məruz qoymalısan. Bir deməli metod var. 10.000 saat kuralı. Bu 10.000 saat kuralı nədir? Məsələn, 10.000 saat əgər X bir işlə məşğul olsan, bu o deməkdir ki, sən o işin professionalsan. İngilis dilində öyrənmək eyni bir şeydir. Sən beginnersənsə, ən azından bir 90 saat, 100 saat bu dillə məşğul olmalısan ki, həmin o praktika səndə yaransın. Bu 90 saatı 3 aya bölə bilirsənsə böl, 1 aya bölə bilirsənsə böl. Amma bunu sən uzada da bilərsən. Tamam. Məsələn, sən bir qısa hesablama aparaq da, əgər adam sıfırdan başlayır, gəlir beginnerə 90 saat götürsək və gündə adam 3 saat məşğul olsa bir gündə, bu neçə eləyir? Bir aya riyaziyyatım getdi. Bir aya elə 90 saat eləyəcəkdim. Tamam, bu insan bir gündə 3 saat məşğul olsa, bir aya beginner'ı tamamlaya bilər. Çünki zaten beginner o qədər də çətin bir level deyil. Məktəbdə də müəyyən dərəcədə bazanız var. Yox, əgər bu insan gündə sadəcə 15 dəqiqə bununla məşğul olursa, artıq hesablayın da proses nə qədər uzanacaqdır. Və yaxud da gəl həftədə 3 dəfə 1 saat götürək. Bu neçə eləyəcəkdir? Həftədə 3 dəfə 1 saat, 12 saat gəlb eləyəcək. 12-ni də artıq biz vuracağıq bir 6, 7, 8 aya falan gəlib çıxa bilər. Yəni siz bunu necə edə bilərsiniz? Okay, bir saatını müəllimlə məşğul ola bilərsiniz. İndi orada həftənin günləri məsələsi var, tamam. Həftədə götürək 5 dəfə siz 1 saat məşğul olursunuz, bu eləyir 5 saat. Bu yenə sizin prosesinizi uzadır. Amma siz bu leveli daha tez tamamlamaq istəyirsinizsə, o deməkdir ki, siz də özünüz müəllimdən əlavə məşğul olmalısınız. Bunun da YouTube videoları ola bilər, cizgi filmlər ola bilər, kitablar ola bilər. Artıq sizin məqsədinizə və maraq dairənizə baxacaqdır. Yes, hər kəsin öyrənmə səviyyəsindən də asılıdır. Burada qavrama məsələsi də var. Ola bilər bir insanın götürümü zəifdir, o 90 saata deyil, nə bilim 120 saata da öyrənə bilər. Orada da artıq onun maraq dairəsini tapmaq lazımdır. Peki. Yay tətilini necə dəyərləndirmək olar dedik. Deyəsən mənim kompüterim donmuşdu. Və sualda qalmışdıq. Deməli, yay tətilini necə dəyərləndirə bilərəmlə bağlı bir sual gəlmişdi. Yay tətilini dəyərləndirmək deyəndə nəyi nəzərdə tutursunuz? Yəni, ingilis dilini necə təkmilləşdirəcəksiniz, yoxsa necə? Bu, əslində sizin nə qədər vaxtınız olmasından asılıdır. Bəzi insanlar var ki, 3 ayı full boşdur. Bəzi insanlar var ki, işdə olacaq.
Bu sizin qrafikinizdən asılıdır. Bəzi insanlar ola bilər ailəsinə zaman ayırmaq istəyir, bəziləri səyahətdə ola bilir. Müəyyənləşdirin, görün sizin nə qədər vaxtınız var bu dinlə məşğul olmağa. Və səviyyəniz məsələsi var. Hansı səviyyədən başlayacaqsınız? Digər bir məsələ, 4 bacarığı birlikdə inkişaf etdirməliyikmi? Bəli. 4 bacarığı eyni anda inkişaf etdirə bilərsiniz. İnkişaf etdirsəniz daha yaxşı olar. Amma burada yenə də bir məsələ gəlir. Məsəl üçün, writing çox önəmli bir bacarıqdır. Amma əgər siz akademik olaraq öyrənmirsinizsə və yaxud da sizin üçün sadəcə speaking lazımdırsa, siz atıram səyahətə gedirsiniz, writing-i o qədər də yaxşı bilməsəniz də olar. Niyə bunu deyirəm? Çünki sizin orada yazılı nəsə göstərmənizə elə də ehtiyac olmur. Ehtiyac olduğu təqdirdə də ChatGPT-dən yaxşı istifadə etməyə bacarırsınızsa, o sizə zaten yazılı olaraq bunu verəcəkdir. Okay. Amma digər 3 bacarığı eyni anda inkişaf etdirə bilərsiniz və bir də necə bir məsələ ola bilər? Ola bilər ki, bir insanın listeningi çox yaxşı səviyyədədir, amma o insanın danışığı okey deyil. Necə? Siz danışılanı eşidirsiniz və yaxşı başa düşürsünüz, amma danışığınız okey deyil. Bunun da səbəbi nə olur adətən? Həmin insan o qədər özünü eşitməyə məruz qoyub ki, məsələn, ola bilər filmlərə çox baxıb, ola bilər çox xarici mahnımı eşidir, ola bilər çevrəsində xarici insanlarımı çoxdur. Yəni qulaq buna aşinadır. Amma bu insan danışmır. Danışmadığı üçün təbii ki, o insanın danışığı aşağı səviyyədə olacaq. Yaxud da ola bilər adamın readingi yaxşıdır, amma listeningi zəifdir. Readingi yaxşıdır, çünki bəzi kitabları ola bilər ki, o orijinaldan oxumağı daha çox sevir. Tərcümə onda belə deyim, istədiyi effekti yaratmır. Və ona görə bu insan mütəmadi olaraq readinglə məşğul olur. Tamam. Bu, yəni onun total belə deyim, səviyyəsinə necə təsir edir? Məsəl üçün, yenə də məsələ məqsədinə gəlib çıxır. Bir insanın sadəcə məqsədi tamamən orijinal kitabları oxuyum, çünki mən ədəbiyyatı sevirəm, budursa, readinginin yaxşı olması çox okeydir. Speakingi zəif də ola bilər. Amma bir insanın məqsədi gedib hansısa bir xarici ölkədə yaşamaqdırsa və yaxud da akademik olaraq təhsil almaqdırsa, bu 4 bacarığın 4-ü də ona zaten mütləq lazımdır. Və bunları siz birlikdə inkişaf etdirə bilərsiniz və etdirə bilərsiniz. Bütün məsələ yenə də planlamanı düzgün qurmağa gəlir çıxır. Və burada sizə bəzi tipslər verəcəm. Bu tipslər nədir? Birinci shadowing metodudur. Bu nədir? Kölgələmə texnikası deyə bilərik və yaxud da kölgə texnikası. Birinci nə edirik? Qısa bir dənə səs seçirik, audio seçirik. Bu ola bilər ki, 1 dəqiqəlik videolar ola bilər. Ola bilər sadəcə belə qısa dinləmə materiallarını British Council'ın saytı var, oradan tapa bilərsiniz. Oranın məsəl üçün də indi aşağı səviyyədən götürsək, A1 səviyyəsindən listeningləri demək olar ki, 2 dəqiqə olur. Onun yarım saniyəsini reklama çıxsa kifayət. Yəni dinləyirsiniz birinci, sonra başlayırsınız həmin o adamın dediyini 1-2 dəfə təkrar eləməyə. Bu musiqi də ola bilər bu arada. Sevdiyiniz bir müğənninin, sevdiyiniz bir musiqisini seçirsiniz. Sadəcə bir cümləsini də deyə bilərsiniz. Yəni bu praktikanı mütəmadi olaraq dəqiqəsini zaten artıracaqsınız. Ola bilər full mahnını eləyə bilərsiniz. Ola bilər hansısa filmə baxırsınızsa müəyyən seçdiyiniz bir hissəsini. Sadəcə seçirsiniz müəyyən hissəni, onu birinci dinləyirsiniz. Dinlədiniz, sonra həmin o danışanı başlayırsınız taklit etməyə. Necə deyir, ağzını necə tərpədir, necə hərəkət elətdirir, onun kimi deməyə. Bunu adətən məktəblər necə eləyir? Məsələn, sevmədiyi bir müəllimi necə taklit edirlər? Hərəkətlərini, ağzını, nə bilim, mimikalarını və s. Yəni, eyni formada siz də başlayırsınız həmin o hissəni taklit etməyə.
Tamam, birinci dəfədən istədiyiniz kimi alınmadı. Okey, dayanırsınız. İkinci dəfə bir də, üç dəfə bir də. Tamayda olaraq bunu vərdiş halına çevirirsiniz. Bu sizin ağız məşqiniz kimi bir şey olacaqdır və bir yerdən sonra hiss edəcəksiniz ki, okey, fərq var. Səsinizi yaza bilərsiniz. Hər gün, məsələn, bir mövzu seçirsiniz. Mövzunu ChatGPT-dən soruşa bilərsiniz. Bu arada, əgər nəyisə tərcümə eləmək istəyirsinizsə, Google Translate istədiyiniz effekti verməyə bilər, amma ChatGPT-dən istədiyiniz o effekti ala bilərsiniz, yoxlaya bilərsiniz. Yəni, nəyisə tərcümə eləmək istəsəz, nəyisə yoxlamaq istəsəz, Gemini-yi də yoxlaya bilərsiniz. Mən Gemini-yi çox istifadə etmirəm deyə proseslə bağlı dəqiq məlumat verə bilməyəcəm, fərqləndirə bilməyəcəm. Amma alternativ olaraq yoxlaya bilərsiniz. Bir sözün mənasını bilməyəndə Translate-dənsə ya Oxford-un Translate-indən istifadə edə bilərsiniz, ya da ChatGPT-yə ata bilərsiniz, sizə tərcüməsini versin. Deməli, seçirsiniz bir dənə mövzu və başlayırsınız o mövzu ilə bağlı danışmağa. Və bu halda səsinizi yazırsınız. Sonra o səsi dinləyirsiniz. Bu mütləq deyil ki, həmin anda dinləyəsiniz. Səhərsi gündə dinləyə bilərsiniz. Adətən nə deyirlər? Bir mövzuda qərar verə bilməyəndə. Mən gedim bunun üzərində yatım bir dənə. Mən bunu bir dənə düşünüm, sana sonra cavab verəcəm. Eyni formada. Ola bilər ki, siz isti-isti dinləyəndə o səhvlərin fərqinə varmayasınız, amma müəyyən bir vaxt keçəndən sonra, nə bilim, 15 dəqiqə, 1 saat, bir gün təzədən dinləyəndə artıq özünüz müəyyən səhvləri analiz edə biləcəksiniz və bu metod da çox işə yarayan bir metoddur. Danışmağa mövzu seçə bilmirsinizsə, hansısa bir kitabın bir səhifəsini də götürüb oxuya bilərsiniz. Sonra jurnal tutursunuz. Bu mənim ən sevdiyim metodlardan biridir. Bu iki üsulla eləyə bilərsiniz. Birincisi, gündəlik nə baş verib, onu dəftərə qeyd edirsiniz. Gündəlik tutmaq kimi bir şey. Və burada yenə də ola bilər ki, jurnal tutanda bəzi sözlər olacaq, siz onları bilmirsiniz. Onları Azərbaycan dilində yazarsınız, o problem deyil. Amma orada əsas məsələ olur ki, bir gününüzün necə keçdiyini təsvir edəsiniz. Yəni, bu ən rahat üsuldur. Yəni, bir gün boyunca mən nə yaşadım? Bunu yazmaq ən rahat üsuldur. Siz başqa mövzularda yaza bilərsiniz. Yəni, azadsınız bu hissədə. 2-3 cümlə ilə də başlaya bilərsiniz, 10 cümlə də eləyə bilərsiniz. Amma əsas məsələ writing-in inkişafı üçün bu sizdə praktika yaradacaq. Bunun digər bir hissəsi də gecə yatmamışdan öncə bunu vizuallaşdırmaqdır. Məsəl üçün, bu gün mən nə geymişdim? Mən bu gün filan kəslə görüşdüm. Nə bilim, mən kaş ona bunu deyərdim, kaş mən ona bunu deməzdim. Sabahları nə geyinəcəm? Belə qısa-qısa şeyləri artıq vizuallaşdırmağa başlayırsınız. Bu da çox effektiv təsir edəcəkdir. Çünki artıq o dildə düşünməyə başlayırsınız. Hekayə kitabı oxuyun. Bunu bayaq da dedik. Səviyyənizə uyğun kitab seçirsiniz və o kitabı mütləqdir ki, ucadan səsli formada oxuyasınız və yeni sözləri burada artıq konteksti öyrənmiş olursunuz. Öyrəndiyiniz sözləri qısaca seçib daha sonra hansısa cümlədə işlədə bilərsiniz. Hekayə kitabını səviyyəyə uyğun seçdik. Amma burada nə edə bilərsiniz? Məsəl üçün, siz əgər yeni dili öyrənməyə başlayırsınızsa, sizin üçün yaxşı olacaqdır ki, daha belə asan kitablar oxuyasınız. Nə bilim, A1 səviyyəsində kitablar oxuyasınız və yaxud da bəzi kitablar var, içərisindəki hekayələr çox qısa və çox rahatdır. Və yaxud da ola bilər məktəblilərin kitablarını oxuyasınız. Aşağı ibtidai siniflərin kitabları, mətnləri daha rahat olacaqdır. Amma yox, əgər siz hiss edirsiniz ki, artıq siz beginner tamamlamışsınız, nə bilim də, B1-in sonlarısınız və s. Həmin halda yaxşı olar ki, səviyyənizdən bir level daha yüksək kitab oxuyasınız və yaxud da bir level daha yüksək listeningləri dinləyəsiniz ki, artıq öz səviyyənizdə dinləyəndə beyin deyir ki, okey, mən zaten bunu bilirəm. Amma bir level yuxarısını oxumağa başlayanda, dinləməyə başlayanda beyin deyir ki, okey, mən bunu bilmirəm.
Mən biraz da təkmilləşməyə, inşa etməyə ehtiyacım var. Sonra nə edirik? Self-talk. Öz-özümüzə gün ərzində ingiliscə danışırıq. Bu, bayaq dediyim kimi, yatmamışdan öncə vizuallaşdırma eləyə bilərsiniz, plan qura bilərsiniz, bunu yazılı da eləyə bilərsiniz, öz zəhninizdə də canlandıra bilərsiniz və gündəlik mini listeninglər eləyirsiniz. Burada ehtiyac yoxdur ki, siz hər deyiləni başa düşəsiniz. Əsas məqsəd odur ki, qulaq bunu öyrəşsin. Burada podcast ola bilər, lifestyle videolar ola bilər, TikTokda videolar ola bilər. Yəni bu məsələ bir baxıma sizin zövqünüzdən asılı olaraq dəyişə biləcək məsələlərdir. Belə, mənim danışmaq istədiyim mövzular bu qədər idi. Sizin hər hansı bir suallarınız varsa, mən onlara cavablaya bilərəm. Burada qısaca Instagram səhifəmi qeyd eləmişəm. Düzdür, hal-hazırda aktiv istifadə etmirəm. Bir müddətdə, hətta bir aya yaxındır ki. Amma hər hansı bir sualınız olarsa, oradan da yaza bilərsiniz. Cavablayaram səvə-səvə. Okay. Sualım var idi ki, mən özümdə ingilis dili müəllimliyini yapıyorum. Hal-hazırda birinci kursam və ixtisas bilirik ki, yəni universitetdə bizə hər şeyi öyrətmirlər də, sadəcə səthi öyrədirlər. Və məsələn, necə tam dərindən araşdıra bilərik ixtisasımızın dərinliklərini və yaxud da ki, bizim öyrətmə üsullarımızı, yəni hər kəsin öyrətmə üsulu fərqlidir də, özünə görə dəyişir. Məsələn, bir müəllim mühazirəni oxuyur tələbə üçün, biri isə praktik olaraq izah edir və biz özümüzü ixtisasımızla birlikdə necə kəşf edə bilərik? Siz dillərdə oxuyursunuz, hə? Bəli. Ki, mən də dilləri bitirmişəm. Ona görə çox yaxşı bilirəm oranın sistemini. Əslində, adətən insanlar məndən razılaşmır, amma mən dillərin, belə deyim, vəsaitləri olsun və yaxud da müəyyən dərəcədə yanaşma tərzlərini çox sevirdim. Birinci nə edə bilərsiniz? Sizdə indi hal-hazırda səhv eləmirəmsə, oxu bacarıqları gedir fənnin adı. Həmin fənn çox önəmli bir fəndir. Məsələn, həmin fənnin vəsaitlərini çox yaxşı istifadə etməyə öyrənə bilərsiniz. Yəni, məsələn, bəzən deyilən nə olur? Filan X bir kitab çox işə yaramır. Tamam. Kitab işə yaramır məsələsi deyil. Sən kitabdan necə istifadə etməli olduğunu bilmirsən. Məsələ odur. Oradakı tapşırıqları, listeningləri və s. müəyyən dərəcədə işləmək sizin biliyinizin təkmilləşməsinə zaten dəstək olacaq. Amma özünüzü müəllim olaraq inkişaf etdirmək istəyirsə, burada məsələ özünüzü sınamaqdır sadəcə. Ola bilər siz self-study uşaq hazırlayaraq başlaya bilərsiniz, repetitor kimi. Ola bilər təcrübənizi bölüşə bilərsiniz və yaxud da ola bilər heç uşaq hazırlamırsınız, bacınız, qardaşınız və s. kiminsə ingiliscə nəyisə öyrətməlisiniz, izah eləməlisiniz, başlayırsınız praktik olaraq ona izah eləməyə və onu elədikcə artıq siz müəyyən dərəcədə öz üsulunuzu kəşf eləməyə başlayacaqsınız. Amma demək olar ki, metodika hərənin düzdür, öyrətmə tərzi fərqli ola bilər, amma günün sonunda eyni nəticəyə gəlir, çıxır. Yəni, eyni nəticə nədir? Tələbənin nə istədiyi, tələbənin nəyi öyrənmək istədiyi. Siz sadəcə metodiki biliklərinizi müəyyən dərəcədə artıra bilərsiniz və mütəmadi olaraq nəyi yoxlaya bilərsiniz? Bəzi proqramlar, siz araşdıra bilərsiniz ki, hansı proqramlar var. Bu onlayn proqramları nəzərdə tuturam. Onlayn proqramları araşdırın və görün orada sizə vəsait olaraq nə verir. Səhv eləmirəmsə, bir səhifə adı Teach, bir dəqiqə deyim də səhifənin adı. ESL Prince deyilən bir sayt var, oranı yoxlaya bilərsiniz. British Council-dan vəsaitlər yoxlaya bilərsiniz. Bir də Teach Tech-dir, səhv eləmirəmsə, tapmadım proqramın adını. Həmin proqramlardan hələ ki başlaya bilərsiniz ki, orada baxın görün hansı materiallar var. Həmin materialları özünüzə uyğunlaşdırmağa çalışın. Məsələn də sizin ola bilər
vizual öyrətməyiniz daha yaxşıdırsa, o zaman dərslərinizi artıq prezentasiya halına çevirə bilərsiniz. Və yaxud da siz seçə bilərsiniz ki, okey, mən hansı videoları istifadə edə bilərəm və yaxud da ola bilər siz ya siz bir vəsaitlə davam eləmək istəyirsiniz, çünki sizdə planlama yaxşı alınmır. Və yaxud da ola bilər sizin planlamanız daha yaxşıdır. Siz o zaman proqramınızı özünüz yaradırsınız. Məsələn, siz seçirsiniz ki, okey, mənim tələbəmə lazımdır travel mövzusu, mənim tələbəmə lazımdır family mövzusu, nə bilim, mənim tələbəmə bu mövzular lazımdır. Onları seçirsiniz və listeningini özünüz tapırsınız, yazı materiallarını özünüz tapırsınız və s. Yəni bu formada ancaq praktika eləyirsiniz. Belə. Çox sağ olun. Sağ olun. Şey, deyəsən başqa sual yoxdur. Sadəcə burada 3 ay, ayçi yazılıb, o nə deməkdir, anlamadım. İstəyirsinizsə, əlavə sual yoxdursa, biz yekunlaşdıra bilərik. Bəli, yoxdur. Sağ olun. Sağ olun.